4. Şirkətlər digital transformasiyanı fantaziya nöqtəsində yox. Yəni biz belə bir şey hazırlamışıq, amma istifadə eləmirik. Süni intellektlə bizdə var, amma istifadə eləmirlər. Bu deyil. Fantaziyasında nöqtəsində yox. Operasyonları azaldacaq biçimdə istifadə etməlidirlər. Yəni mənim ChatGPT, süni intellekt bu inteqrasiyayla mənim 10 nəfərlik yükümü azaltdım. Amma burada da bir məlumat axışımı çoxaltdım. Operasyon məlumatlarımı istifadə edə bilirəm. Bunu eləməlidirlər. Bunu eləməsələr say artaraq heç bir nöqtə əldə edə bilməzlər. Mümkün deyil. O yüzden dijital transformasiyada fantaziya yox, operasyonel işlemləri azaldacaq mexanizmanı istifadə eləməlidirlər. Mesela document reader kimi. Dokumentləri yazmaq deyil də süni intellektin integrasyonunda bizim sistemdə var. Avtomat okuyup yazılması və s. və ilə. Bu sənin birçok mexanizmanı daha da sadələşdirə Diğer bir madde hal-hazırda online'da olanların çoxunun offline'a da önəm verməlidirlər. 2026 budur. Yani online'da zəng elədim müşteriye, WhatsApp'ta yazdım, Instagram'da əlaqədəyim. Əla, süper değil. Offline'a da önəm verməlidirlər. Çünkü herkesin telefonda ve dijitalda olduğu bir dönemlerde üz-üzə görüşüp müəyyən bir sosyallık etmək müşterini sənə daha çok kazandıracaq. O zaman qiymətin də fərqli olmayacaq. Bu 5 madde, 6 madde 2026'nın da 27'nin bize en önemli məlumatıdır. Eğer biz sağlam ve dayanıklı, bak en önemli nokta budur, dayanıklı kalmak istediyse, şovdan, tələsməkdən, satıp pul yığmama, məntiqsiz, gəlirsiz satışlardan vazgeçməliyik. Gəlir varsa satmalıyıq, yoksa satmamalıyıq. Mövcud müşterimizi korumalıyıq. Yenini mövzuya tercih etməməliyik. Mövcud məmnuniyyətini sağlamlaşdırmalıyıq. Potansiyeli ayrışdırmalıyıq. Bunu bacarmalıyıq. O yüzden online ile offline keçməkdə mövcud müşteri portföyünü çıxardıb, analiz edib, ziyaret edib, diyalog kurup, neden itirip, neden devam ettirdiğine karar verip, onların üzerinden bir strateji kurmaya ihtiyacı var. Fantazya dönemi bitmiştir. Göstərir. Operasyonel zaman ikkisini azaltmaq, xərci azaltmaq, real satış istiqamətinə baxmaq və bununla ilgili də online-dan offline-a keçmək dönemi başlamışdır zənnimcə.